Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb. Bu barədə Azərbaycanın baş naziri Əli Əsədov qərar imzalayıb. Qərarda bildirilib ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 6:00-dək uzadılıb. Xatırladaq ki, bundan əvvəl həmin müddət 1 iyula olan dövrü əhatə edib. Məlumat üçün bildirək ki, karantin rejimi qüvvədə olduğu müddətdə rəsmi Bakı quru sərhədlərin açılmasını planlanır. Azərbaycanın quru sərhədlərini bağlı saxlamasında isə haqlı səbəbləri olduğunu söyləyir. Belə ki, quru sərhədlərlə bağlı 2024-cü ilin 23 sentyabr tarixində Milli Məclisdə çıxış edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bildirib ki, son illərdə quru sərhədlərin bağlı qalması ölkəni ciddi təhlükələrdən qoruyub. Azərbaycan prezidenti diqqətə çatdırıb ki, hazırda sərhədlər bağlı olduğu halda belə müəyyən təhlükəli fəaliyyətlərə rast gəlinir və onların qarşısı alınır.